Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçi Pəri Firud qızı. Bu günlərim sizlərə MİQ çərçivə sənədinə yeni əlavə olunan təlimdə rəqəmsal vasitələr və süni intellekt mövzusundan bir balaca danışacağıq. Gəlin görək bu çərçivə sənədinə yeni əlavə olunan mövzuda bizlərə nələrdən bəhs edir, nələrdən danışır. Və mövzuya keçid etməmişdən öncə istərdim ki, kanala abunə olasınız. Sizlər mənə dəstək olmaq istəyirsinizsə müəllimlər, Pəri Firud qızı YouTube kanalına, Instagram kanalına abunə ola bilərsiniz. Gəlin davam edək müəllimlər. Dedik ki, çərçivə sənədinə yeni əlavə olunan mövzulardan biri təlimdə rəqəmsal vasitələr və süni intellektdir. Yəni bu bizim üçün artıq bir seçim deyil ki, biz rəqəmsal vasitələrdən və yaxud süni intellektdən istifadə edək, etməyək. Bu bizim demək olar ki, rəqəmsal vasitələrdən istifadə artıq bizim təhsilimizin, ümumiyyətlə həyatımızın ayrılmaz bir hissəsinə çevrilibdir. Eyni zamanda da təhsilimizdən də bu yan ötüşmür. Təhsilimizə də təsir eləyir. Demək olar ki, təhsilimizin rəqəmsal vasitələrdən istifadə, süni intellektdən istifadə təhsilimizin bir hissəsi olubdur. Və müəllimlər, rəqəmsal texnologiyalar, süni intellekt ənənəvi dərs modellərini dəyişir. Çünki biz artıq bu necə deyim, rəqəmsal vasitələrdən, texnologiyalardan istifadə etməklə şagirdlərə daha maraqlı mövzuları, daha fərdiləşmiş dərsləri ortaya qoya bilirik. Şagirdlərdə məlumatlı sürətli şəkildə əldə etməyə, əməkdaşlığa, yaradıcılığı yönləndirmiş oluruq və bu şagirdlər üçün daha maraqlı olur. Biz bu günlərim Google Classroom, Kato, Quiz, ChatGPT, Canva-nı öyrənmiş olacağıq. Təbii ki, müəllimlər, bunların hər biri daha genişdir. Bu Canva-nın istifadəsidir, ChatGPT-dir, Quiz-dir, Kato-dur. Bunların xırdalıqları var. Bunların elə özü belə deyim də, biz bu gün öyrənəcəyimiz mövzunu təhsilə inteqrasiyası barədə danışacağıq. Amma xırdalıqları var. Məsəl üçün, Canva-nın biz necə istifadə edək? Ümumi məlumat verəcəm. Amma daha xırdalıqlarını getmək üçün bunu bir təlim olaraq da ödənişli şəkildə, belə deyim, Canva-nı və yaxud özünüz də belə deyim, YouTube kanalında əlavə olaraq araşdırma edib daha geniş şəkildə Canva-dan necə şəkilləri düzəldə bilərəm, Kato-yu necə istifadə edə bilərəm, YouTube-dan əlavə axtarış edib bu haqda geniş məlumat əldə edə bilərsiniz. Amma mən ümumi məlumat verəcəyim sizlərə. Baxın, Google Classroom-dan danışdıq. Kato, Quiz, Canva, ChatGPT kimi süni intellekt əsaslı platformalar dərs prosesini təşkil etməklə, eyni zamanda dərs resurslarını yaratmaq, qiymətləndirmə aparmaq üçün, oyun elementləri ilə motivasiya etmək üçün geniş şəkildə istifadə olunur. Eyni zamanda biz məsələn, Google Classroom dedik. Bundan istifadə etmək və yaxud Katodan istifadə etməklə dərhal rəy veririk, şagirdin iştirakını izləyə bilirik. Fərqli səviyyəli şagirdlər üçün fərdiləşmiş tapşırıqları hazırlamış ola bilərik. Yəni, öyrənmə tərzləri burada nəzərə alınır da müəllimlər bir növ. Və süni intellektdən əgər müəllim düzgün şəkildə istifadə edirsə, müəllimin iş yükü artıq burada azalmış olur. Dərsin planlaşdırılmasıdır, resursların yaradılmasını süni intellekt bugünkü gün üçün müəllimlərə bir növ kömək məqsədi daşıyır. Və müəllimlər, rəqəmsal vasitələr və süni intellektin təlimdə istifadəsi heç vaxt yəni məqsəd deyil, vasitə olmalıdır. Bizə kömək məqsədi ilə şagirdlərdə bu tənqidi, analitik təfəkkürü, rəqəmsal savadlılığı inkişaf etdirir. Təbii ki, şagirdlər bundan istifadə etməlidir. Bugünkü gün demək olar ki, texnologiya bizim həyatımızın bir hissəsidir, ayrılmaz hissədir həyatımızda. Amma müəllimlər, təbii ki, biz bundan asılı olmadan şuurlu şəkildə istifadə etməliyik. Özümüzü, necə deyim, kompüterdən, bu süni intellektdən asılı hala salmalı deyilik. Yəni, biz onu idarə edirik, o bizi idarə etməli deyil. Gəlin elə Classroom-dan danışaq müəllimlər. Classroom nə deməkdir? Biz bunu necə istifadə edirik, nə kimi bizə faydası vardır? Google Classroom müəllim, şagird tədris materiallarına
onlayn məkanda bir araya gətirən rəqəmsal öyrənmə platformasıdır deyə bilərik müəllimlər. Biz Classroom siniflərin yaradırıq, idarə olunması, tapşırıq verilməsi, toplanması, qiymətləndirilməsi, eyni zamanda şagirdlərlə ünsiyyət qurulması, rəy verilməsi kimi bizə şərait yaratmış olur və telefonumuzda da, yəni telefonda dəstəkləyir bu proqramı. Biz mobil tətbiq formasını telefonumuza yükləyib bunu istifadə edə bilərik. Və bu platformanın da əsas məqsədi tapşırıq axınını asanlaşdırılması, əməkdaşlığı yüksəltmək, ünsiyyəti gücləndirmək kimi formalaşdırır. Yəni müəllim dərs təşkilini sadələşdirir, tapşırıq və rəy prosesini bir yerdə toplayır, şagird isə istənilən vaxt və istənilən məkanda materialları əldə etmiş olur. Google Classroom-dan istifadə etməklə biz şagirdlərin akademik nailiyyətini, motivasiyasını, əməkdaşlığını, qarşılıqlı əlaqəsini, tədrisin səmərəliliyini artırmış oluruq. Eyni zamanda müəllimlər Google Classroom şagirdlərə rəqəmsal mühitdə resurslara çıxış, fayllarla işləmək, onlayn əməkdaşlıq, öz işini vaxtında təqdim etmək kimi, yəni 21-ci əsr bacarıqlarını vərdiş halına gətirmiş olur. Müəllim rəqəmsal savadlılığını, özünü idarə, məsafədən əməkdaşlıq, məsuliyyətli onlayn davranış kimi bacarıqları dərs prosesində sistemli şəkildə inteqrasiya etməsinə imkan verir və biz Google Classroom-u necə istifadə edirik? Gəlin bu haqqda danışaq müəllimlər. Google Classroom üçün, yəni hər bir sinif üçün ilk olaraq bunu deyək ki, sinif yaradırıq. Məsəl üçün burada da qeyd olunduğu kimi 8 zat sinifi 9B Azərbaycan dili, 10-cu tarix, sonra Classroom bölməsinə daxil oluruq, mövzuları yaradırıq. Məsələn, faiz, funksiya, istiqlal mübarizəsi, canlılarda tənəffüs və s. Hər mövzunun içinə adətən 3 məsələ öz əksini tapır. Burada video şəklində linki yerləşdirə bilərik, mətn və slayd. Yəni PDF-sin, mövzunun video izahın, linkin yerləşdiririk. Daha sonra tapşırıq, yazılı və praktik şəkildə ola bilər, quiz tipli tapşırıqlar ola bilər, test və ya qısa yoxlama sualları ola bilər ki, şagird mövzuya baxandan sonra, videoya baxandan sonra tapşırığı işləyir, tapşırığı yoxlayandan sonra isə yəni testə keçir. Daha sonra müəllimə, yəni burada 3 əsas mərhələyə baxdıq. Və Google Classroom-un fəaliyyəti bununla yekunlaşırmı? Xeyr, yekunlaşmır. Formativ qiymətləndirmə, rəy mübadiləsində öyrənmə prosesini əhəmiyyətli dərəcədə yəni dəstəkləyir. Müəllim tapşırıqlar üçün rubriklər hazırlaya bilir, sənədlər üzərində şərhlər, konkret səhv və yaxud nailiyyətləri göstərə bilir. Və eyni zamanda deyə bilərik ki, Google Classroom müəllimə tapşırıqların bütün sinifə deyil, seçilmiş şagird qruplarını təyin etməyə imkan vermiş olur. Məsələn, oxu bacarığı zəif olan şagirdlərə sadələşdirilmiş mətn verə bilər, yüksək səviyyəli şagirdlərə isə daha çətin, yəni uşağın potensialından bir balaca çətin olan və yaxud da açıq tipli tapşırıq vermək mümkündür. Bir sözlə biz Google Classroom-dan istifadə etməklə diferensiallığı qorumuş oluruq. Şagirdlərin fərdi ehtiyaclarına uyğun olaraq onlara tapşırıq vermiş oluruq. Bu da oldu bizim üçün Google Classroom. İndi isə Kahoot-dan danışaq müəllimlər. Kahoot nədir? Mütləq şəkildə Kahoot-dan istifadə edəcəksə internet bağlantısı olmalıdır burada müəllimlər. Yəni əyləncəli, interaktiv fəaliyyəti yaratmağa, oynamağa imkan verən oyun əsaslı təlimdir deyə bilərik Kahoot. Və müəllim əvvəlcədən sual-cavab tipli kiçik oyun hazırlayır. Məsəl üçün biz bunu Milyonçu şousunda görmüşük. Milyonçu şousu tipində bir sual hazırlayır və müəllim bunu Kahoot-la hazırlayır. Kahoot ənənəvi dərs mühitində qısa müddətdə oyun şousuna bənzəyir. Müəllim oyunun aparıcısı rolunda çıxış edir, şagirdlər isə yarışmada biliklərini yoxlamış olurlar. Və biz bunu təkcə əyləncə üçün edirik. Xeyr, formativ qiymətləndirmə vasitəsi kimi də nəzərdə tutula bilər. Şagirdlərə oyun əsaslı dərsi qurmuş oluruq və oyun əsaslı yeni nəsil formativ qiymətləndirmə aləti kimi qiymətləndirmiş oluruq. Daha sonra müəllimlər Kahoot-u biz sinif otağında necə tətbiq edirik? Kahoot-un
təlimdə real fayda verməsi onun necə, nə məqsədlə dizayn olunmasından asılıdır müəllimlər. Oyun oynamaq kifayət etmir. Biz şagirdlərə ilk olaraq çətinlik dərəcəsində sualların düzgün seçilməsi, oyun dərsin mərhələsinə, yəni cəlb etməsi, izahdan sonra yoxlama, dərs sonu yekun, yəni bu hissələrə uyğun olmalıdır. Eyni zamanda nəticələrin müzakirəsi, şagirdlərə verilən rəy, səhvlərin təhlili, şagirdin marağının artması Kahoot pedaqoji dəyərlərini müəyyənləşdirən əsas amillərdən biridir. Bəs biz Kahoot sadəcə əyləncə üçün hazırlayırıq? Xeyr, öyrənmə məqsədi ilə hazırlayırıq. Biz keçdiyimiz mövzu ilə bağlı oyun formatında mövzumuzu qurduq, sualımızı qurduq, şagirdlərə təqdim edirik və şagird sualın cavabını tapanda isə biz bilirik ki, uşaq mövzunu nə dərəcədə mənimsəyibdir. Və müəllimlər, formativ qiymətləndirmə üçün dərhal rəy verilə bilər, hansı ki, Kahoot ən çox formativ qiymətləndirmə üçün faydalıdır. Dərs zamanı qısa oyunlarla şagirdlərin anlayıb anlamadığını dərhal görmək olur və oyun başa çatandan sonra nəticələri demək olar ki, siniflərlə, yəni sualları siniflə müzakirə aparırıq. Cavabın doğrudur, digərləri niyə uyğun olmadığını artıq biz müzakirəyə çıxardırıq. Daha sonra oyun elementlərindən balanslı şəkildə istifadə etmək isə bu şagirdlərdə, yəni Kahootdan istifadə etməklə motivasiyanı artırırıq. Eyni formatda çox tez-tez istifadə olunarsa da şagirdlərdə rəqabət, digər mühitə mənfi təsir yarada bilər. Buna görə də Kahoot bəzən fərdi yarış kimi də, qrup şəklində də, yəni komanda oyunu şəklində, bəzən də ev tapşırığı kimi dəyişərək istifadə etməyimiz daha məqsədə uyğun olar və inklüziv şagird müxtəlifliyini də burada nəzərə almalıyıq müəllimlər. Kahoot hazırlayarkən bütün şagirdləri nəzərə almağımız vacibdir. Vaxt limitini çox sərt qoymamalıyıq. Suallar sadədən mürəkkəbə doğru qoyulması lazımdır. Dili aydın və sadə saxlamaq lazımdır. Xüsusi ehtiyacı olan şagirdlərdə unutmamalıyıq və qaydalar elə qoyulmalıdır ki, yalnız sürətli cavab verənlər deyil, düşünərək dəqiq cavab verənlər üçün də motivasiyalı olsun, digər uşaqlar həvəsdən düşməsin. Bəzi oyunlarda bal təkcə sürətə yox, dəqiqliklə də uşaqların nə qədər dəqiq sualı düşündükləri ilə bağlı biz balı buna əsasən də qoya bilərik. Yəni biz buradan hansı nəticəyə gəlirik müəllimlər? Kahoot oyun əsaslı olması ilə yanaşı formativ qiymətləndirmə üçün də müsbət təsiri var. Şagirdlərdə motivasiyanı, əməkdaşlığı artıran bir platformdur. Daha sonra müəllimlər quizdən danışaq. Quiz də oyun əsaslı onlayn test formativ qiymətləndirmə platforması da deyə bilərik. Müəllim müxtəlif tip suallar, quiz hazırlayır, şagirdlər isə kompüterdir, planşetdir, telefon vasitəsilə qısa oyunlara qoşulurlar və quizin mahiyyəti ondan ibarətdir ki, ənənəvi test və yoxlama fəaliyyətində rəqəmsal interaktiv oyunvari formaya salır, sual animasiyası, vaxt limiti, xal sistemi, sıralama cədvəli və vizual dizaynla şagirdlərdə oyun təcrübəsi yaratmış oluruq. Müəllim isə burada şagirdləri izləmə imkanı qazanır və şagirdləri formativ qiymətləndirmə aparmağa müəllimə imkan verir. Daha sonra quizin təlimdə əhəmiyyəti nələrdən ibarətdir müəllimlər, bu haqda danışaq. Şagirdin cəlb olunmasını və təlim nəticələrinin inkişafına müsbət təsir edir və quiz şagirdlərdə öyrənmə motivasiyasını, marağını, dərsə qoşulmasını belə deyim, əhəmiyyətli dərəcədə artırmışdır və müxtəlif fənlərdə, məsələn Azərbaycan dilində, riyaziyyatda, təbiət elmlərində öyrənmə nəticələri akademik performansını uşaqlarda yaxşılaşdırır. Uşaqlarda oxu bacarığıdır, mətni anlamağıdır. Yəni quizdən istifadə şagirdi həm motivasiya, həm də məmnunluğu, mətni qavranması, müsbət irəliləyiş görülmüşdür. Daha sonra müəllimlər formativ qiymətləndirmə və özünü idarə olunan öyrənmədə
belə deyək, formativ qiymətləndirmə üçün də çox əlverişlidir. Müəllim həm dərs zamanı, həm də dərsdən sonra şagird mövzunu nə dərəcədə mənimsədiyini yoxlaya bilir. Şagirdin harda boşluğu var, onları vaxtında görür. Növbəti dərs üçün ona uyğun planlama edə bilər. Həm ayrı-ayrı şagird, həm də bütün sinif üçün öyrənmə səviyyəsi qura bilir. Və quizdən planlı istifadə şagirdlərin öz nəticələrinə baxaraq zəif və ya təkrar etməli olduğu mövzunu müəyyənləşdirməyə imkan verir. Və beləliklə də biz deyə bilərikmi, şagird burada özünü yoxlama, özünü tənzimləmə bacarığı gücləndirmiş olur. Bəli, hansı ki quiz şagirdlərdə özünü qiymətləndirmə, özünü yoxlama kimi bacarıqları inkişaf etdirmiş olur. Quizin təlimdə necə tətbiq edirik müəllimlər? Bu haqda danışaq. Quizdən istifadə edərkən müəllimlər müəyyən öyrənmə məqsədinə bağlı olması lazımdır. Yəni biz yalnız maraqlı faktlardan ibarət olmamalı, keçirilən əsas anlayışları, bacarıqları yoxlamağımız lazımdır burada. Müəllim özü üçün əvvəlcədən bu quizin keçmiş biliyi xatırlatmaq, yoxsa dərsin gedişini, anlama səviyyəsini yoxlayıram, dərsdən sonra ümumi təkrar etmək üçün olduğumu mən dəqiqləşdirib daha sonra quizi hazırlamalıyam. Və quiz formativ qiymətləndirmə və dərhal rəy vermək üçün istifadə etmək olar. Dərs ərzində də konkret mini quizlərdən keçərək şagirdlərin nəyə başa düşüb düşmədiyini üzə çıxarda bilərik. Və quizlərdə hesabatlar həm şagird, həm də sinif üçün ümumi mənzərəni göstərir, növbəti dərsə planlamağa şərait yaratmış olur. Keçid edək ChatGPT-yə, hansı ki biz bugünkü gün süni intellekt dövründə yaşayırıq və bir çoxumuz da süni intellektdən bugünkü gün hətta ChatGPT-dən istifadə edirik. Və müəllimlər, ChatGPT-dən biz nəyə görə istifadə edirik? Bunu nə kimi əhəmiyyəti vardır? Baxın müəllimlər, insanlarla söhbət edirmiş kimi təbii dillə başa düşülən, cavab verən rəqəmsal köməkçidir bu ChatGPT. Ona internet üzərində belə deyim, daxil olmaq olur, məlumat toplamaq, esse, məktub, məqalə, mətnlər yazmaq, redaktə etmək, mətni bir dildən digər dilə çevrilməni tərcümə edir. Yəni proqramlaşdırma, kod nümunələri hazırlamaq, ideya toplamaq, şəkillərlə bağlı izah, təhlil verə bilər bu ChatGPT bizə. Və ChatGPT insanlarla düşünməyə, yazmağa, problemi həll etməyə kömək edən ağıllı köməkçi kimi izah olunur bugünkü gün. Hətta bilirəm, bir çoxunuz bugünkü gün ChatGPT-dən bir sualınız olanda, bir çətinliyiniz olanda, hətta şəxsi həyatımızla bağlı mövzuları olanda bilirəm ki, ChatGPT-dən yazıb soruşanlar var. Yəni bir növ insana universal məsləhətçi kimi bunu düşünə bilərik. Sual veririk və suala uyğun olaraq cavab verir. Amma müəllimlər insanı əvəz etmir. İnsanın işini asanlaşdırır, düzdür. İşimizi çox rahatlaşdırır. Fikir formalaşdırmağa, mətn üzərində işləməyə yardım edir ChatGPT, düzdür. Amma insanı əvəz etmir. ChatGPT demək olar ki, bizim gündəlik, peşəkar həyatımızda da bizə dəstək olur. Və müəllimlər, İndi isə keçid edək təhsil sahəsinə. Yəni ChatGPT təhsil sahəsində düzgün istifadə olunduqda şagird üçün, müəllim üçün dəstək aləti kimi çıxış edir. Şagirdlər üçün fikirlərini strukturlaşdırmış olur, çətin ifadə olunan sözləri izah edir, qaralamalar üzərində mətn yazma, yazı bacarıqlarını inkişaf etdirmək üçün köməkçi rolunu oynayır. Müəllimə də dəstək olur təbii ki. Yəni müəllim dərsi planlaşdırılmasında, qiymətləndirmə meyarının, rubrikinin hazırlanmasında, ideyaların formalaşması üçün kömək edə bilər. Yəni müəllimin işini bir növ yüngülləşdirir ChatGPT. Eyni zamanda bir çox sənədlərdə, tövsiyələrdə açıq şəkildə qeyd olunur ki, mətnlər tamamilə ChatGPT-yə yazdırmaq öyrənmə prosesini zəiflədir müəllimlər. Yəni baxın, buna görə vurğuladım ki, insanı əvəz etmir. Amma insan daimi olaraq istifadə etdikdə insanda öyrənmə prosesini zəiflədir. Çünki şagird özü mətni yaratmır. Onun yerinə hazır şəkildə verilir də. Düşünməni, səhvlər üzərində işləmə imkanını artıq insan itirmiş olur və şagirdə əvəz edə bilən, yazı maşını kimi deyil, məsləhət verən, istiqamət verən kimi biz bunu düşünməliyik. Demək olar ki, müəllimlər,
Son nəsil təkcə mətnlə yox, şəkil, səs ilə dəyişmək imkanı verir. Və müəllimlər, həmçinin bunu da vurğulayım ki, ChatGPT-nin verdiyi məlumatlar hər zaman da doğru olmur. Yəni biz özümüz də diqqət yetirsək, görəcəyik ki, ChatGPT-nin verdiyi hər məlumat doğru deyil. Bəs ChatGPT-nin məhdud cəhətləri varmı? Elə məhdud cəhətlərinə biraz öncə dediyimiz kimi, hər zaman bizə təqdim etdiyi məlumatlar doğru olmaya bilər, faktlar düzgün olmaya bilər, uydurma da edə bilər müəllimlər. Ona görə də biz ChatGPT-nin bizə təqdim etdiyi hər bir cavabı biz doğru kimi qəbul edə bilmərik. Ona görə də müəllimlər, biz xüsusilə elmi məlumatları, hüquqi tərəfdən, tibbi tərəfdən bir məlumat bizə təqdim edərkən, yəni onlarda bəzən səhvə də yol vermiş olur. Eyni zamanda, yəni başqa sözlə desək, ChatGPT məlumat və ideyalar üçün güclü köməkçidir. Amma son qərar və yaxud seçim üçün, məsuliyyət üçün yenə də seçim istifadəçinin öz üzərində qalmalıdır. Çünki ChatGPT hər zaman doğru məlumat ötürməyə bilər bizə. İndi isə müəllimlər Canva-dan danışaq. Hansı ki, bugünkü gün müəllimlərin çoxu da bilirəm Canva-dan da istifadə edir. Canva da bizim həyatımızın bir hissəsidir artıq. Canva-dan da çox istifadə edirik. Şəxsən mən özüm elə Canva-dan da, ChatGPT-dən də çox istifadə edirəm. Rəqəmsal alətlərdən Canva demək olar ki, təhsil üçün əlçatanlığı, istifadənin rahatlığı, şagird, müəllim fəaliyyətinə uyğun, eyni zamanda zəngin dizayn imkanları ilə seçildiyinə görə ən çox istifadə olunan platformalardan biridir deyə bilərik. Və bu platformada minlərlə tədris şablonu var ki, müəllimlər, məsələn, vizual öyrənən şagirdlər üçün nə isə yaratmaq istəyiriksə, Canva bu seçim üçün əla bir seçim ola bilərdi. Biz təqdimat hazırlayarıqsa, tapşırıq hazırlayırıqsa, vizual və yaxud cəlbedici qurulmasını istəyiriksə, uyğun seçim Canva olacaqdır. Və vizual resurslarla müşayiət olunan məlumatlar şagirdlər tərəfindən daha tez başa düşülür. Çünki göz yaddaşı ilə görür, uşaq bunu daha uzun müddətli yadda saxlayır və Canva-nın imkanlarını müəllimə informasiya yükünü azaldır, vizuallaşdırmanı yaratmış olur şagirdlərdə. Canva müəllim və şagirdlərə təlim prosesində əməkdaşlıq, layihə əsaslı öyrənmə, yaradıcı tapşırıqların təşkilini asanlaşdırmış olur və Canva qrafik dizayn aləti olmaqla yanaşı müəllim şagirdlər üçün təqdimat, tədris vərəqləri, posterlərin, rubrikaların, interaktiv tapşırıqların, video dərslərin hazırlanmasına imkan verən bir platformada deyə bilərik. Canva-nın təhsildə üstünlüyü nədən ibarətdir müəllimlər? 60% şagird mövzunu görərək, yəni vizual şəkildə gördükdə daha yaxşı yadında saxlayır. Kreativlik, problem həll etməni artırır, şagird öz biliyini dizayn yolu ilə yenidən qurur və real vaxtda birgə iş imkanı əməkdaşlığı dəstəkləyir. Müəllim dərsə uyğun konkret materialı dizayn etməklə öz təlim resurslarını yarada bilir. Eyni zamanda da müəllim öyrənmə tərzlərini nəzərə alır. Hər bir şagird üçün universal dizayn təlimini reallaşdırmış olur. Bəs tədrisdə Canva-dan istifadə istiqamətləri nədən ibarətdir? Dərsin izah hissəsi üçün, qiymətləndirmə üçün, şagird fəaliyyəti üçün və inklüziv təhsil üçün keçərlidir. Dərsin izah hissəsi üçün dedikdə müəllimlər slaydlar hazırlayırıq, interaktiv qrafiklər, sxemlərin yaratmış oluruq. Yəni bir sözlə də təqdimat üçün effektivdir. Qiymətləndirmə üçün rubrik hazırlayırıq, formativ qiymətləndirmə vərəqlərini, yəni çıxış biletinin nümunələrini, özünü qiymətləndirmə kartlarını hazırlaya bilirik. Şagird fəaliyyəti üçün də, yəni cəlb olunma lazımdır burada. Canva-dan istifadə edərək şagirdləri dərsə cəlb edə bilirik. Poster, oxu, xəritə,
layihə təqdimatı, qrup işi üçün vizual təqdim hazırlaya bilərik. İnklüziv təhsil üçün Canva, müəllimlər, biz burada alçaqdan şriftlər, yüksək rəng kontrastı, oxunaqlı və sadə dizayn alətləri ilə təmin edildiyi üçün hər kəsin iştirakına imkan yaratmış oluruq. Yəni, universal öyrənmə dizaynının prinsiplərinə uyğundur Canva. Xüsusi təhsilə ehtiyacı olan şagirdlər üçün materialların uyğunlaşmasını asanlaşdırmış olur bizim üçün. Bu da oldu, müəllimlər, bizim Canva haqqında məlumatımız. Gəlin bir qısa ümumiləşdirmədə edək. Biz bugün çərçivə sənədinə yeni əlavə olunan mövzulardan danışdıq və bunlar Google Classroom. Dedi ki, Google Classroom-dan istifadə etməklə şagirdin akademik nailiyyətini, motivasiyasını, əməkdaşlığı, qarşılıqlı əlaqəni, tədrisdə səmərəliliyi artırmış olur Google Classroom. Katuxdan istifadə isə, keçək Katux hissəsinə. Katuxdan istifadə isə şagirdlər burada təkcə oyun formatında deyil, eyni zamanda formativ qiymətləndirmə üçün də müəllim bunu istifadə edə bilər. Yəni, şagirdlərə oyun əsaslı bir fəaliyyət qururuq. Yəni, oyun əsaslı təlim platformasıdır bu Katu. Amma bununla yanaşı formativ qiymətləndirmə, dərhal rəy vermə bacarıqlarını, inklüzivliyi, şagird müxtəlifliyini burada təmin etmiş oluruq. Daha sonra quizdən danışdıq müəllimlər. Quizdə nələrdən danışdıq? Quizin əhəmiyyəti ondan ibarətdir ki, şagirdin dərsə cəlb olunmasını, eyni zamanda formativ qiymətləndirmə, özünü idarə olunan öyrənməni şagirdlərdə formalaşdırmış olur. Şagirdlərimizdə özünü yoxlama, özünü tənzimləmə bacarığını gücləndirmiş olur quiz. Daha sonra ChatGPT, yəni bu süni intellektdir. Biz istədiyimiz mövzu haqqında ChatGPT-yə sual verərək cavab ala bilərik. Mətn hazırlanmasında, mətnlərin yazılmasında, müxtəlif məlumatları toplamaq üçün, layihədə ideya toplamaq üçün əlverişlidir ChatGPT. Eyni zamanda müəllimə də öz köməkliyini göstərir. Məsələn, müəllim dərsi planlamasına kömək edir. Təbii ki, insanı əvəz etmir, amma doğru olmayan məlumatlar da verə bilər bizə, amma çox belə deyək, sərfəlidir. Bizə kömək edir. Canva isə müəllimlər, biz burada vizual şəkildə öyrənən şagirdlərimiz ola bilər sinif otağında. Şəkil hazırlamaq üçün, şəkil dizayn etmək üçün əlverişli platformdur Canva. Vizual şəkildə öyrənənlər üçün ən effektiv yol Canva-dan istifadə edilməsidir. Çünki burada müəllim şəkillərdən, video, maraqlı başlanğıclar edərək uşaqları dərsə cəlb edə bilər və vizual öyrənənlər üçün effektivdir. Bu da oldu bizim üçün müəllimlər. Təlimdə rəqəmsal vasitələr. Mövzumuz bu qədər. Sağ olun, salamat qalın.